İnsan öz neymətin qədrini haçan bilir? Sağlamlığın qədri xəstəliyə düçar olanda bilir ki, vay, mən nə eləmişəm, nə oynatmışam başıma. Qocalıq dövrü gələndə, vay, heyf mənim cavanlığımdan. Gəlin, səmimi etiraf eləyək də, bu cürdür da. Nə gözəl olar ki, hər bir məqamı yerində dəyər və qiymətini biləsin. Sağlığında dəyər verin insanlara. Allah rəhmət eləsin o klassik şairlərimizi. Doğrudan belədir də. Elə gərək dəyərli şəxslərin dəyərini gərək vaxtında gərək verilə də. Yaxşılar gərək vaxtında tanıtdırılar ki, pislər gəlib yaxşıların yerini tutmasın. Məgər belədir. Doğrudan belədir də. Bəzən nümunə axtarır ki, bir nəfər yaxşı bir insan olsun, onu mən özümə nümunə seçim. Mənim etibar bəslədiyim, güvən bəslədiyim, etimad bəslədiyim bir şəxs olsun, öz dünyavi işlərimdə, uxravi işlərimdə onu ilə məsləhətləşim ki, mənə yol göstərsin, çıxış yolu göstərsin. Amma əfsus olsun, bu mövzularda biz nümunə üçün çətinliklər, çətin hallarla üzləşirik. Niyə? Çünki elə insanlar barmaq sayı qədər olduğu üçün çətinlik çəkirik, elə insanları tapmağa. Nə gözəl olar cəmiyyətimizdə olan o dəyərli şəxsiyyətləri əldən verməmiş dəyərin bilək. O dəyərli insanlar yaşlı təbəqələrdə də var, cavan təbəqələrdə də var, orta yaşlı təbəqələrdə də var, ağsaqqallarımızda da var, valideynlərimizin içində də var və s. və ilaxı. Yetər ki, onların dəyəri vaxtında bilmək lazımdır. Allahdan istəyir ki, Allah Quran və Əhl-Beyt xatirinə Allahın sevdiyi dəyərləri yaşamağı bizlərə nəsib eləsin. Və Allahın sevdiyi dəyərli insanların, dəyərli varlıqların qədrin, qiymətin bilməkliyi hamımıza bizə müvəffəq nəsib eləsin inşallah.